Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün sizlərə 7-ci sinif dərsliyindən ikinci mövzunu, işıq mikroskopunun quruluşu mövzusunu izah eləyəcəm. Əsas önəmli mövzularımızdan biridir. Bu mövzudan da summativdə sizi suallar gözləyəcəkdir. Deməli, əvvəlcə mikroskop nədir, ümumiyyətlə nə üçün istifadə olunur, bunlar bu haqda danışacağıq. Uşaqlar, mikroskop böyüdücü cihazdır. Ümumiyyətlə böyüdücü cihazlar biz bilirik ki, artıq hüceyrə keçən dərsdən də danışdıq ki, hüceyrənin öyrənilməsi mikroskopun kəşfi ilə başladı. Yəni o vaxta qədər, yəni hələ mikroskop kəşf olunana qədər hüceyrə deməli haqqında elə də dəqiq məlumat yox idi. Təsəvvürlər var idi, amma dəqiq məlumatlar yox idi. 6-cı sinifdən də keçmisiniz. Mikroorqanizmlər, yəni kiçik olan orqanizmlər, biz o kiçik orqanizmləri gözlə görə bilmirik. Onları görmək üçün həmin o orqanizmlərin ölçüsünü bir neçə dəfə böyütmək lazımdır ki, biz onu görə bilək. Bunun üçün də böyüdücü cihazlardan istifadə olunur. Deməli, mikroskop ilk dəfə deməli, nədən ibarət idi? Sadəcə bir boru və də bir böyüdücü şüşədən ibarət idi. Bu sadə bir mikroskop idi. Əslində bu mikroskop necə kəşf olunmuşdu? Yansen qardaşları var idi ki, onların atası optik işlərlə məşğul idi, yəni eynək düzəldirdi və bir gün həmin o eynək şüşələri, bilirik ki, eynək uzaq məsafəni, yaxın məsafəni göstərmək üçün istifadə olunur. Bəzi insanlar var ki, uzağı yaxşı görə bilmirlər, bəzi insanlar var ki, yaxını yaxşı görə bilmirlər. Bunun üçün də eynəkdən istifadə edirlər. Həmin bu qardaşların atası da eynək ustası idi və bir gün qardaşlar o böyüdücü şüşələrlə oynayarkən baxdılar ki, hər hansı bir yerə baxanda o şüşə ilə obyekt, yəni baxdığı yer böyüyür və yaxud da kiçilir, ölçüsü dəyişir. Və sonra bunu bir ataları boruya keçirtdi və bundan da əşyalara müəyyən ölçüdə böyük görə bilirdilər. Və bundan sonra yavaş-yavaş böyüdücü cihazlar ixtira olunmaya başladı. Ən sadə böyüdücü cihaz lupadır. Lupa dedik ki, ən sadədir. Niyə sadədir? Çünki lupa baxılan əşyanı 2-25 dəfəyə qədər böyüdə bilir. Yəni ondan artıq böyüdə bilmir. Çox kiçik orqanizmləri biz lupa ilə görə bilmərik. Bir lupa nədən təşkil olunmuşdur? Bir lupanın bir dəstəyi var. Dəstə ilə biz əlimizdə tuturuq o lupanı. Bir çərçivəsi var. Baxın, bu qara onun çərçivəsidir. Necə ki, şəkil qoymaq üçün çərçivələrimiz olur. Bax, o kənarı çərçivədə də elə deyil, bir çərçivəsi və bir ədəd böyüdücü şüşəsi var. Şüşənin özü bir ədəddir, amma şüşənin özünün iki tərəfi də qabarıqdır. Baxın, lupada 2 dənə şüşə yoxdur, bir dənə şüşə var. Amma o şüşənin hər iki tərəfi qabarıqdır. İndi gəlin dərsimizdə yazılanlarla tanış olaq. Deməli, böyüdücü cihazların ixtirası bəşəriyyətin mühüm kəşflərindən biridir. Çünki artıq canlı öyrəndi, hüceyrə öyrəndi. Hüceyrə nə idi? Canlının ən kiçik quruluş vahidi idi. İlk ən sadə böyüdücü cihazla başlayaraq ən müasir mikroskoplara qədər hər bir mərhələ elm üçün sıçrayış olmuşdur. Çünki niyə sıçrayış olmuşdur? Çünki bu artıq hüceyrələrin ən kiçiklərini, orqanizmdə olan ən xırda hissələri belə görməyə səbəb olmuşdu. Ona görə də sıçrayış olmuşdu hər bir mərhələsi. Böyüdücü cihazlarda, biologiyada elmi tədqiqatlar üçün böyüdücü cihazlardan lupa və mikroskoplardan istifadə olunur. Lupa sadə quruluşlu böyüdücü cihazdır. Əl lupası dəstəyi olan çərçivədən hər iki tərəfi qabarıq bir ədəd böyüdücü şüşədən ibarətdir. O baxılan əşyanı 2-25 dəfəyə qədər böyüdə bilir. Bu oldu bizim lupa haqqında məlumatımız. Orqanizmlərin quruluşunu daha dəqiq öyrənmək üçün mikroskopdan istifadə olunur. Mikroskop sözünün mənası nədir? Mikros, onsuz da mikroorqanizmlər 6-cı sinifdə keçəndə öyrənmisiniz ki, mikros kiçik deməkdir. Skopio baxıram deməkdir. Yəni kiçik olan cisimlərə, orqanizmlərə, hüceyrələrə baxıram deməkdir. Mikroskop sözünün mənası mikros kiçik, skopio baxıram.
mənasını verir. Sözlərin mənasını da öyrənin. Ola bilər ki, summativdə sizin qarşınıza bu suallar çıxsın. Eyni zamanda fən müsabiqələrinə gedəcəksinizsə, orada da yəni dərs dilinimizdə olan hər bir şeydən sual düşə bilər. Şəkillərdən, fəaliyyətlərdən, sözlərin tərcüməsindən. Ona görə də dərsi öyrənərkən diqqətli hər bir hissəyə fikir verərək öyrənmək lazımdır. Mikroskopun işıq mikroskopu adlı bir növü var. Bu işıq mikroskopu əşyanın təsvirini 100 və ya 1000 dəfələrlə böyüdə bilir. 100 dəfələrlə, 1000 dəfələrlə böyüdə bilir işıq mikroskopu. İstənilən işıq mikroskopu mexaniki və optik hissələrdən ibarətdir. Optik hissə dediyimiz, yəni onun böyüdücü şüşələr olan hissəsidir. Bax, bunu da yadda saxlayın. Optika nə idi? Bizim eynəklər aldığımız, məsələn, apteklərdə yazırıq, qıraqda da optika. Eynəklər aldığımız yerdə də elə deyil. Optik hissə, eynəkdə də nə var? Böyüdücü şüşə var. Optik hissə deyəndə mikroskopun indi hissələrini danışanda hansı hissəsindəki böyüdücü şüşə görürəmsə, onun optik hissəsidir. Yaxşı. Qalan hissələri isə artıq onun mexaniki hissəsidir, hansı ki onu ayaqda saxlayan, preparatı saxlayan bir o haqda da danışacağıq. Optik sistem mikroskopun ən vacib hissəsidir, çünki onunla görürük. Mikroskopun optik sistemini obyektiv və okulyar təşkil edir. Okulyar, obyektiv. İndi bunların harda yerləşdiyini izah edəcəyik şəkil üzərində. Biz əgər mikroskopla baxırıqsa, deməli bu mikroskop baxdığımız obyekti böyüdür. Onun böyütmə dərəcəsini necə tapacağıq? Mikroskopun baxdığım cismi nə qədər böyütdüyünü bilmək üçün obyektivin də üzərində rəqəm var. Baxın, məsələn, burada 10-u götürüb, burada görürsünüz rəqəmlər var. 10-u götürüb, okulyarın üzərində 20 götürüb. Obyektivin üzərindəki rəqəmi, okulyarın üzərindəki rəqəmə və yaxud okulyarın üzərindəki rəqəmə, obyektivin üzərindəki olan rəqəmə vurduqda, mən bilirəm ki, artıq baxdığım cisim nə qədər böyüyüb. Bu olur mikroskopun böyütmə dərəcəsi. Bir də deyək, mikroskopun böyütmə dərəcəsini tapmaq üçün okulyarın üzərindəki rəqəmi obyektivin üzərindəki rəqəmə vurmaqla biz mikroskopun böyütmə dərəcəsini tapmış olacağıq. Bunu da bir düstur kimi özünüz üçün yaza bilərsiniz. Çox asan, çox rahat düsturdur. Məsələn, bizə mikroskopun böyütmə dərəcəsini okulyarın rəqəmini versə, biz obyektivi tapa bilərik. Mikroskopun böyütmə dərəcəsini okulyarın rəqəminə bölməklə və yaxud da əksinə obyektivi verib okulyarı soruşanda mikroskopun böyütmə dərəcəsini obyektivə bölməklə okulyarı da tapa bilərik. Yəni bizə bunu 3 tipdə verə bilər və biz bunun üçünü də artıq bir düstura əsasən tapa bilirik. İndi gəldik əsas məsələ, mikroskopumuzun hissələrinə. Gəlin diqqətlə baxaq. Bu işıq mikroskopudur. Uşaqlar, yadınızda saxlayın. İşıq mikroskopunun da müxtəlif növləri var. Məsələn, burada bu yumru hissə görürsünüz. Bax, bunu deyirəm. Bu vintdir də, mikrovintlər, makrovintlər var. Vintlər burada da ola bilər. Bəzi mikroskoplarda buradadır. Yəni, onu da deyəcəm ki, orada olan nə üçündür, burada olan nə üçündür. Əvvəlcə gəlin bir mikroskopun hissələrlə tanış olaq. Dedik ki, mikroskopun bir mikroskop iki əsas hissəyə bölünür. Biri optik hissəsidir, biri də mexaniki hissəsidir. Baxın, dərsliyimiz özü bizə optik hissəni verdi də, nə dedi? Dedi ki, okulyar, bir də obyektiv. Bunlar optik hissələrdirlər. Qalanları mexaniki. Yəni, məsələn, baxın, nə görürük? Burada ştativ görürük, tubus görürük, əşya masası görürük, güzgü görürük. İndi burada işıq mənbəyi. Belədir, bəzi mikroskoplarda sırf güzgü iləndir, yəni görsənir güzgü olduğu. Bunlar mikroskopun mexaniki hissələridir. Əvvəlcə gəlirik okulyara. Okulyar sözünün mənası okulus, göz deməkdir. Baxın, bu hissə mikroskopun hansı hissəsi ki, biz gözümüzü ona yaxınlaşdırırıq, o hissə adlanır okulyar. Gözümüzü yaxınlaşdırdıqda ora elə deyil. Deməli, bu nə oldu? Bu sözün mənası nə oldu? Göz oldu. Okulus gözdür. Okulyar harda yerləşir? Baxın, bu borunu görürsünüz uşaqlar. Bu boru tubusdur. Okulyar tubusun yuxarısında yerləşir. Bəs okulyarda nə var? Çərçivəsi var. 2 ədəd böyüdücü şüşəsi var. Baxın, lupada bir dənə böyüdücü şüşə idi, amma iki tərəfi qabarıq idi. Burada isə bir çərçivə
Məsələn, lupa ilə oxşar xüsusiyyət, ikisində də çərçivə var. Amma burada iki ədəd böyüdücü şüşə var. Bir də deyək, okulyar harda yerləşir? Tubusun yuxarısında. Okulyar sözün mənası nədir? Göz deməkdir. Okulyar nədən təşkil olunmuşdur? Çərçivə və iki ədəd böyüdücü şüşədən ibarətdir. Gəldik bayaqdan tubusdan danışırıq. Görək bu tubus nədir? Tubusun digər adı baxış borusu adlanır. Görürsünüz, bir borudur. Mikroskopun ştativinə birləşdirilir. Ştativ nədir? Mikroskopun hissələrini birləşdirən gövdə, baxın, gövdəsidir ştativ. Necə ki, insanın gövdəsinə bütün onun bədən hissələri birləşmiş olur, ştativ də elədir. Ştativə bütün mikroskopun hissələri bərkidilir. Məsələn, tubus da ora bərkidilir. Tubusun yuxarısına da deməli, okulyar bərkidilir. İndi gəldik, tubusun aşağısında nə var? Revolver nədir? Revolver tubusun aşağısında olan bu obyektivləri, bax bunlar obyektivdilər. Bu da revolverdir, bax bu hissə. Revolver mikroskopun obyektivlərini saxlayan hissəsidir. Revolver tubusun aşağı hissəsində yerləşir. Deməli, revolver əslində hərəkət etdirən nəyi? Obyektivləri hərəkət etdirən, saxlayan hissəsidir. Və yerləşir harda? Tubusun aşağısında. Revolverin üzərində isə artıq obyektivlər var. Bir neçə dənə obyektiv var. Görürsünüz işıq mikroskopunda. Obyektiv sözün mənası obyektum, əşya deməkdir. Tubusun alt hissəsində yerləşir. Revolverin üzərində, tubusun altında. Və ya revolverə bağlanır. Deməli, obyektiv harda yerləşdi? Tubusun aşağı hissəsində və yaxud da revolverə bağlanmış şəkildə olur. Çərçivə, yenə çərçivə var. Bir neçə böyüdücü şüşədən ibarətdir. Deməli, biz okulyarda 2 dənə böyüdücü şüşədən danışmışdıq. Amma obyektivdə çərçivə və bir neçə ədəd, görürsünüz, bir neçə dənə obyektivlər var. Bir neçə ədəd deməli böyüdücü şüşədən ibarətdir. Biz tubusun baxın bu hissəsindən danışdıq. Elə bu hissədə də optik hissə yerləşdi. Okulyarla obyektiv. Bir dənə tez buranı təkrarlayaq, qaydaq digər hissələr daha asandır. Okulyar tubusun yuxarısında yerləşdi. Okulus sözündən götürülüb göz mənasını verir. Çərçivə və 2 böyüdücü şüşədən ibarətdir. Obyektivlər tubusun aşağı hissəsində yerləşir və yaxud da revolverə bağlanmış olur. O da çərçivə və bir neçə böyüdücü şüşədən ibarətdir. Obyektum sözün mənası əşya deməkdir. Bəs revolver nə idi? Revolver obyektivləri saxlayan hissədir. O da tubusun aşağısında yerləşir. Tubus nə idi? Baxış borusu idi. Hara bərkidilib? Ştativə bərkidilib. Ştativ nə idi? Mikroskopun gövdəsi idi. Qaldı mikrovintlər, makrovintlər. Makrovintlər bu daha iri olan qara vintlərdir. Mikrovintlər isə bunlar daha kiçik olanlar. Bunların işi nədir? Makrovint əşya masasını hərəkət etdirmək üçündür. Əşya masası hardadır? Baxın, bu əşya masasıdır. Biz baxacağımız hər hansı bir preparatı bu masaya qoyuruq. Əşya masası ştativə birləşdirilmişdir. Onun mərkəzi hissəsində baxın burada dəlik yerləşir. Niyə var o dəlik? İşığın keçməsi üçündür. Niyə işıq keçsin? Çünki mən burada hər hansı bir hüceyrəyə baxanda işıq buradan gəlir bu dəlikdən keçir obyektivə, obyektivdən tubusa, tubusdan okulyara və mən artıq oradan baxıb görə bilirəm. Baxdığım hər hansı bir hüceyrəni. Aydındır? Deməli, bu dəlikdən bu dəliyə işıq hardan gəlir? Güzgüdən, işıq mənbəyi olan güzgüdən. Və hara gedir? Obyektiv, tubus, okulyar və mən onu artıq görmüş oluram. İşıq mənbəyi nə üçün lazımdır? İşığı preparata yönəltmək üçün lazımdır. İndi baxın, burada müxtəlif böyütmə dərəcələrində bitki toxumasının görünüşü var. 400 dərəcədə görürsünüz, hüceyrələri daha yaxından görürük. 200 dərəcədə biraz uzaqlıqda, 100 dərəcədə artıq biz onları çox xırda görürük. 400 dərəcədə çox, onların quruluşu haqqında daha 400 deyirəm, 40 dərəcədə böyütmədə mən hələ tam onu hüceyrəsinin quruluşunu, kənarlarını tam görmürəm. Görürəm ki, orada xırda-xırda hüceyrələr var. Aha, baxın, daha çox böyütdükcə, deməli, mikroskopda hüceyrənin quruluşunu daha aydın görə bilirəm. Daha az böyütdükdə isə mən onun quruluşunu görürəm, amma daha aydın kənarlarını, bir-birindən ayrılma hissələrini aydın görmürəm. Amma burada görürsünüz necə tam aydın görsənir.
İndi gəlin, düşün, müzakirə et, paylaşa baxaq. Milçəyin qanadı, insanın barmağı, kərtənkələnin quyruğu, insanın saç teli, ağacın budağı və bakteriya hansı canlılar və yaxud onların hissələrini işıq mikroskopu vasitəsilə tədqiq etmək olar? Sizin fikrinizcə hansı səbəbdən ölçüsündən asılı olmayaraq bəzi obyektləri tədqiq etmək olmur? Mən öz fikrimi deyəcəm, siz də yenə bu haqda fikirləşin, öz fikirlərinizi qeyd edin. Məsələn, bax, milçəyin qanadı çox nazikdir və nazik ümumiyyətlə işıq mikroskopu dedik ki, 100.000 dəfələrlə böyüdə bilir və onun üzərində baxacağımız hər hansı bir obyekti preparat şəklində hazırlayıb baxırıq və o nazik olmalıdır ki, biz onu işıq mikroskopunda görə bilək. Milçəyin qanadıdır, bəli, görəcəm, nazikdir, amma insanın barmağı nazik deyil, axı barmağımız necə qalındır. Heç bu hissəyə yerləşdirsək belə, işıq oradan keçib ötürülə bilməyəcək, əks oluna bilməyəcək. Ona görə də mən onu aydın görə bilməyəcəm. Bəzi obyektlər vardır ki, onları da tədqiq etmək olmur. Niyə etmək olmur? Məsələn, şəffaf deyillər. Şəffaf deyilsə, 5-ci sinifdə keçmisiniz ki, işığı deməli keçirə bilən cisimlər. Şəffaf deyilsə, işığı keçirmir, işığı keçirmirsə, biz onun daxili quruluşunu görə bilməyəcəyik. Ona görə də bəzi obyektlər kiçik olsa belə biz onları tədqiq edə bilmirik. Çünki şəffaf deyirlər. Gəldik, öyrəndiklərinizi tətbiq edin. Şəkildəki bir mikroskopun ümumi böyütmə dərəcəsini hesablayın. Hər bir mikroskopun. Məsələn, mən bunu hesablayayım, siz də digərlərini. Baxın, okulyarın üzərində 10 yazıb, obyektivin üzərində 20 yazıb. Deməli, böyütmə dərəcəsi neçədir? 200-dür. Digərlərini də siz bu yolla hesablayacaqsınız. Obyektivin böyütmə dərəcəsi artdıqda görünüş sahəsi necə dəyişir? Baxın, uşaqlar. Bax, bu hüceyrəni 40 dəfə böyüdüb böyütmə dərəcəsi. 40 dəfə böyüyüb də mikroskopun böyütmə dərəcəsi 40. Burada mən daha çox hüceyrə görürəm, elə deyil. 400 olanda baxın, burada daha çox hüceyrə gördüm, burada daha az hüceyrə görürdüm, elə deyil. Mənim onda, baxın, deyir ki, görünüş sahəsi. Görünüş sahəm böyüldü, kiçildi. Sahəni soruşur, hüceyrənin böyüdüyünü soruşmur. Görünüş sahəsi kiçildi də görünüş sahəsi. Niyə? Çünki mən burada daha böyük hüceyrənin daha böyük hissəsini, daha böyük sahəsini görürdüm. Amma burada daha az sahəni görürəm də. Elə deyil, digər hüceyrələri artıq mən görmürəm kənarda olanları. Deməli, mikroskopun böyütmə dərəcəsi artdıqca görünüş sahəsi kiçiləcək. Yəni gördüyüm sahəni soruşur məndən. Deyir ki, yəni hüceyrənin sahəsini, bir hüceyrə var idi. Onun sahəsini mən uzaqdan baxanda tam görürdüm. Yaxınlaşdırdıqca o digər hissələr kənarda qalır axı, görmürəm onu. Ona görə də görünüş sahəsi nə olur? Kiçilir. Bu da oldu. Deməli, niyə görünüş sahəsi böyütmə dərəcəsi artdıqca kiçildiyinin izahı. Gəldik, öyrəndiklərinizi yoxlayın. Okulyar tubusun hansı hissəsində yerləşirdi? Yuxarı hissəsində. Sözün mənası nə idi? Göz idi. Nədən təşkil olmuşdu? Çərçivə və 2 böyüdücü şüşədən. Obyektiv harda yerləşirdi? Tubusun alt hissəsində yerləşirdi. Həmçinin də deyirdik revolverin üzərində. Obyektiv nədən təşkil olmuşdur? Çərçivə və bir neçə böyüdücü şüşədən ibarət idi. Əşya masasının revolverin əsas vəzifəsi obyektivi hərəkət etdirib lazım olan yerinə gətirməkdir. Əşya masasının hərəkəti yox, revolverin əsas vəzifəsi hərəkət etdirməkdir. Revolver də harda yerləşirdi? Baxın, baba bu. Bu isə. Bir dəqiqə buranı sileyim. Aha. Baxın, revolver buydu. Bu, uşaqlar burularaq hərəkət edir və o da obyektivi hərəkət etdirir. Bu da oldu bizim deməli 7-ci sinif dərsliyindən 2-ci mövzunun izahı. İşıq mikroskopu çətin deyil uşaqlar. Bir lupanın quruluşunu öyrənəcəksiniz dəqiq, bir də mikroskopun quruluşunu və böyütmə dərəcənin hesablanmasını öyrənəcəksiniz. Bu qədər sadə. Sadəcə diqqətli olmalısınız və mütləq öyrənməlisiniz. Çünki bu mövzudan istər mikroskopun şəklini verib sizdən açıq sual şəklində hissələri qurmaq, adlarını yazmaq tapşırıla bilər və yaxud da okulyar, obyektiv, məsələn, əşya masası verər, qarşısında da cümlələr verər ki, uyğunlaşdır. Ona görə də bunların hər birini dəqiq öyrənməlisiniz. Həmçinin də mikroskopun böyütmə dərəcəsinin tapılmasını da dəqiq öyrənməlisiniz. Dərsimiz bu qədər. Gələn dərs görüşərik. Sağ olun.